yalnız təslim olmamaqdır. Yıxıldın, normaldır, yıxıla bilərsən. Uduzdun, normaldır, uduza bilərsən. Təəssüflənməməlisən, heyfsilənməməlisən. Yıxıldığın yerdə qalmamalısan. Sən yıxılıb, durub, hərəkətə keçməlisən. Çünki sən yıxıldıqda, sən oturduqda, sən dayandıqda vaxt sənin əleyhivə işləyir. Bu dünyada ən güclü aktiv, yəni sənin nəyin varsa ən güclü, ən dəyərli, bu sənə verilən, sənə ayrılan zamandır. Bu zaman hamıya eyni ayrılır. Yəni hamının 24 saatı var. Biri 12 saat, biri 36 saat, biri 48 saat bir sutkada yaşamır. Hamı eyni saatı yaşayır. Amma eyni saatı yaşaya-yaşaya, illər keçdikcə burada oturan tələbələr biri sadə bir vəzifədə qalır, digəri isə millət vəkili olur. Sual zamanın dəyərləndirilməsidir.